Salam. Bugünkü dərsimizdə mən sizlərə bir say sistemindən digərinə keçid qaydalarını izah edəcəm. 163 onluq say sistemində olan bir ədəddir. İkilik say sistemində ifadə etməyimizi, təqdim etməyimizi istəyir bu nümunədə. Deməli, 163 ədədini onluq say sistemindən ikilik say sisteminə keçirmək üçün 2-yə bölürük. Burada biz sütunlu bölmədən istifadə edəcəyik. Yəni, riyazi biliyi bölmə, sütunlu bölməni bilən şagirdlər üçün nisbətən asan olacaq. 163-ü 2-yə bölürük, 81 və qalığımızı qeyd edirik. Mütləq şəkildə qalıqlar qeyd edilməlidir. Aldığımız qisməti yenidən 2-yə bölürük. 2-yə niyə bölürük? Çünki 2-liyə keçiririk. Ona görə bölürük. 8-liyə keçirsəydik, 8-liyə, 16-lığa keçirsəydik, 16-lığa bölmüş olacaqdıq. Burada isə 163 ədədini 2-liyə keçirdiyimizə görə 2-yə bölə-bölə gedirik. Qismət 1 alınana qədər bölmə əməlini davam etdiririk. 20-ni 2-yə bölürük. 10, 10 dəfə 2, 20. Qalıqları qeyd edirik. 5, 5-i 2-yə bölürük. 1, 2-ni 2-yə bölürük. 1, 1 dəfə 2, 2. 2-dən 2-ni çıxdıq, 0. Qalığımızı qeyd etdik. Sonda qismət 1 alındı. Demişdik ki, 1 alınana qədər bölmə əməlini yerinə yetiririk. Deməli, 1 alındısa, bölmə əməlini bitirmiş olduq. Sonda isə alınan qisməti 1-i birinci yazırıq. Qalıqları isə aşağıdan yuxarıya doğru həmin birin yanından düzürük, sıralayırıq. Deməli, onluq say sistemində 163 ədədi, ikilik say sistemində bu ədədə bərabərdir. İndi ikinci nümunəyə baxırıq. 142 ədədini onluqdan 16-lığa keçirməyi tələb edir. Burada da 16-lığa keçirdiyimizə görə 16 ədədinə bölürük. Deməli, 8, 9 dəfə çox olacaq. Deməli, 8 dəfə düşür. Yəni ki, 142 ədədinin içərisində 8-dən 16 var. 128, 12-dən 4, 14. Deməli, 16-lıq say sistemində qisməti 8 aldıq. 8 16-dan kiçik olduğu üçün, deməli, bölmə əməli burada bitmiş olur. Lakin qalığımız 14-dür. 16-lıq say sistemində ondan başlayaraq ədədlər hərflə işarə olunur. Məsələn, 10A ilə işarə olunur. B ilə 11 işarə olunur. Bunları yazın, qeyd götürün və bilməmisəniz də təkrarlayın, qeyd götürün, öyrənin. Çünki 16-lıq say sistemində 10A, 11B, 12C, 13D, 14Y, 15 isə F ilə işarə olunur. Demək, 14-ün yerinə biz F yazacaq. Yəni, 14-ü 16 say sistemində F kimi yazacaq. Deməli, cavabımız oldu. Qisməti birinci yazırıq 8, F. Üçüncü nümunəyə baxırıq. 1AC 16-lıqda 10-luğa keçiririk. Nömrələnmə aparırıq. C-nin üzərindən 0, A-nın üzərindən 1, B-nin üzərindən də 2. Nömrələnmə soldan, deməli, sağdan sola doğru aparılır və 0-dan başlayır. Deməli, biz onluq say sistemindən 2-lik, 8-lik, 16-lığa keçirən zaman bölmə əməlindən istifadə edirik. Amma 2-lik, 8-lik, 16-lıqdan onluğa keçirən zaman isə vurma əməlindən istifadə olunur. 1 vurulsun, 1 vurulsun. 16-lıqdan keçirdiyimizə görə 16 üstü 1-in üzərindəki ədəd 2-dir. Bu 2-ni 16-nın üzərində yazırıq. 16-nın qüvvəti kimi. 16-nın kvadratı yazırıq. Və üstə gəl. A 16-lıqda bayaq qeyd etmişdik ki, A 10, 16-lıqda A kimi işarə olunur. Deməli, 10 A-dır. A-nın yerinə 10 yazırıq. 10 vurulsun. 16 üstü A-nın üzərində 1 olduğuna görə 16 üstü 1 üstə gəl. T 16-lıq say sistemində 12-dir. Yəni, bu hesablama zamanı hərflər hansı rəqəmlərlə işarə olunur, hansı rəqəm, hansı hərflə işarə olunursa, həmin hərfin yerinə ifadə olunduğu ədədi yazın. 12 vurulsun, 16 üstü 0.
Deməli, 16-nın kvadratı 256-dır. 256-nı 1-ə vuranda 1. 16 üstü 1, 16. Onu 10-a vuranda 160. 16 üstü 0, 1-ə bərabərdir. Yəni, üstü 0 olan iki əməliyyətlər 1-ə bərabərdir. Və 12-ni də 1-ə vuranda 12. Deməli, cavab alınacaq 428. Bir də kənarda yoxlayaq. Əgər ki, cavabın yanlış olduğunu, yaxud doğru olduğunu yoxlamaq istəyirsiniz, kənarda da toplama əməlini yerinə yetirə bilərsiniz. İşinizi sağlama ala bilərsiniz. 428. Deməli, bir AC 16-dan 10-a keçirən zaman 428-ə bərabər olur. Və 4-cü nümunəyə baxaq. 1, 0, 1, 1, 3 dənə 0 16-lığa keçirilir. 16 bildiyiniz kimi 16 burada yazıram. 2-nin üstü 4-dür. Deməli, 2-likdən 10-luğa keçirən zaman 2-likdən 16-lığa keçirən zaman 16 2 üstü 4 olduğu üçün 4 ədədləri sağdan sola doğru ayırırıq. Yəni 0, 1, 2, 3, 4. Deməli 0, 1, 2, 3, 4. Yəni 4 ayırırıq. Əgər 3 dənəsə 4-ə tamamlanmayıbsa, qarşısına 0 əlavə edirik. Və üzərində 8, bunu ayrıca bir dərsdə ayrıca ətraflı şəkildə izah edərəm. 8, 4, 2, 1 qaydasına əsasən üzərinə qeyd edirik. Yəni bu nədir? 2-nin qüvvətləridir. Üzərlərində yazılan 8, 4, 1, 2, 1. 2-nin qüvvətləridir. Yəni 2 üstü 0, 1-dir. 2 üstü 1, 2-dir. 2 üstü 2, 4-dür. 2 üstü 3, 8-dir. Və buradan da 0-ı vururuq 8-ə, 0 edir. 1-i 4-ə, yəni 0 edir. 0-ı hansı ədədə vursan 0 edir. 0 üstə gəl. 1-i 4-ə vururuq 4, üstə gəl. 0-ı 2-yə vururuq yenə 0, 1-i 1-ə vururuq 1. Deməli, buranın cavabı 5 alındı. Bura isə, yəni 0-ı hansı ədədə vurursaq, bunlar 0, 0, 0 olacaq. 1-i 8-ə vuranda 8 olacaq. Deməli, buradan cavabımız neçə çıxır? 58 çıxır. Yəni, bu ikilikdən 16-lığa keçirən zaman biz 4 ayırdıq və üzərlərində 2-nin qüvvətlərini qeyd elədik. 8, 4, 2, 1 qaydası və buradan tapmış olduq ki, bu ədəd 16-lıqdan, 2-likdən 16-lığa keçən zaman 16-lıqda 58-ə bərabərdir. 5, 8-ə bərabərdir. Və yaxud 10-luğa keçirib, elə də keçirə bilərsiniz. Yəni, onun da heç bir problemi yoxdur. Məsələn, nömrələmə aparırsınız. 0, 1, 2, 3, 4, 5, 6. 1 vurulsun. Yəni, 2-likdən 10-luğa keçib, 10-luqdan 16-lığa keçirsiniz. Biraz uzun gedir, ona görə bu daha rahatdır. Amma yenə də yəni seçim sizindir. 0-ı daha yazmıram, çünki 0-ı nəyə vurursaq 0 olacaq. Bu 0-ları da yazmıram. Yəni, vaxtı qənaət məqsədi ilə 1 vurulsun 2 üstü 4, üstə gəl 1 vurulsun 2-nin kubu. 2 üstü 6, 64. Yəni 2 üstü 6. Ona görə 2-nin qüvvətlərini yaxşı bilmək lazımdır bu say sistemləri mövzusunda. 1-i 64-ə vurduqda 64, 2 üstü 4, 16, 1-i 16-ya vurduqda 16, 2-nin kubu 8, 1-i 8-ə vurduqda 8. Deməli, cavab olacaq 88. İndi bu 10-luqda aldıq. Yəni, biz bayaqki bu ədədi qırmızıdan işarə edeyim. Yəni, bizə bu ədədi 2-likdən 16-lığa keçirmək tələb olunur. Biz bu ədədi 10-luğa keçirdik, elədi 88. İndi onu da dolayı yolla elə bil ki, 10-luğa keçirib 10-luqdan 16-lığa keçirik. Yəni, 88-i bölürük 16-ya. 5 dəfə düşür, 8. Çıxırıq 8. Deməli, 1, 8. Yenə də hansı cavabı aldıq? Elə eyni cavabı almış olduq. Amma bu biraz vaxt baxımından uzun çəkir. Bu üsul isə əslində çox asan və vaxta da qənaət baxımından daha əlverişlidir.